Neçə yaşında olmağının heç bir önəmi yoxdur. Əgər təşvişli bağlanan birisənsə, partnyorunla aranda kiçik soyuqluq sızdığında belə duyğusal olaraq 0-2 yaş aralığına dönərsən. Buna reqrasiya deyilir. O an daxilindəki uşaq səsi eşidilənə qədər ağlamağa başlayır, qorxur, özünü tək hiss edir, məni buraxma deyir. Sən isə onu qucaqlamaq, sakitləşdirmək əvəzinə o uşağı partnyorunun qucağına atırsan. Ona sərt mesajlar, ard-arda zənglər, mən bu uşağın qorxuları ilə bacara bilmirəm, gəl bu uşağa sən bax deyirsən. Partnyorun bir müddət o uşağa baxır, amma bir nöqtədən sonra tükənir. Çünki qarşıdakı insan sənin valideynin yox, sevgilindir. Bəs bu zaman sən nə etməlisən? O kriz anları gəldiyində gözlərini yum, daxilindəki uşağı xəyal et və ona səsli şəkildə belə de. Hal-hazırda bilirəm, qorxursan, tərk edildiyimizi düşünürsən, amma qorxma. Mən artıq yetişkin biriyəm, sənin yanındayam və sənə dəstək ola bilərəm. Sən daxilindəki uşağı atalıq və ya analıq etməyi öyrəndiyin zaman partnyorunla uşaq və valideyn kimi deyil, iki yetişkin kimi bir münasibətə davam edərsən. O uşağı heç kəsə verməyə çalışma. O sənin ən dəyərli parçandır.